Uşağın danışığı təsadüfi şəkildə formalaşmır. Bu, mərhələli bir inkişaf prosesidir. Əgər bu mərhələləri bilsəniz, uşağın inkişafını daha düzgün izləyə və vaxtında dəstək ola bilərsiniz. Birinci mərhələ – eşitmə və diqqət mərhələsidir. Uşaq əvvəlcə səsləri ayırd etməyi öyrənir. Bu mərhələdə adını eşidəndə reaksiya verməsi vacibdir. İkinci mərhələ – təqlid mərhələsidir. Uşaq ətrafdakı səsləri, sözləri və intonasiyanı təkrarlamağa başlayır. Bu mərhələ dilin əsas tikinti materialıdır. Üçüncü mərhələ – aktiv söz mərhələsidir. Uşaq artıq tək sözlərdən istifadə edərək ehtiyaclarını ifadə edir. Su, ana, top. Dördüncü mərhələ – cümlə qurma mərhələsidir. Burada uşaq iki və daha çox sözü birləşdirir. Ana gəl, top ver. Ən vacib elmi məqam budur. Hər mərhələ əvvəlkinin üzərində qurulur. Yəni bir mərhələ zəifdirsə, sonraki mərhələdə tam formalaşmır. Ən böyük səhv isə uşağı yalnız danışdırmağa çalışmaqdır, amma əsas mərhələ boşluqlarını görməməkdir. Çünki danışıq əzbərlənən bacarıq deyil, mərhələli inkişaf edən neyroloji prosesdir. Əgər bu mərhələləri düzgün izləsəniz, həm gecikməni erkən görmək, həm də doğru müdaxilə etmək mümkündür. Sizinlə idi psixoloq Kərim Kərimzadə.